بسم الله الرحمن الرحيم اللهم كل وليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتئه فيها طويلا اللهم عجل لوليك الفرج. اللهم كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. Əziz və hörmətli tamaşaçılar, İslam Maarifi silsiləsindən Məhdəviyyət başlıqlı verilişimizdə bir daha sizinlə birlikdə olmaqdan məmnunluq hissi duyuruq. Məhdəviyyət barəsində danışırdıq. İmam Məhdi əleyhissalamın o gizli şəkildə dünyaya gəlməsi, İmam Məhdi əleyhissalamın İmam Həsən Əskəri əleyhissalama namaz qılması, Həzrətin elmi və digər sahələrdə olan kəramətləri və bütövlükdə Məhdəviyyət mövzusunu əhatə edən məsələlər barəsində hörmətli qonağımızla birlikdə, sizlərlə birlikdə idik. Mən verilişimizin həmişəki qonağını sizə təqdim etmək istəyirəm. Hörmətli, savadlı qardaşımız, ilahiyyatçı Firuz Yaşaroğlu. Firuz müəllim, İmam Məhdi əleyhissalam barəsində bizə yetərli məlumat verdiniz. Yetişdik İmam Məhdi əleyhissalamın Quran və hədislərdə o həzrət haqqında buyurulmuş kəlamlara. Yəni, bizim məşhur Peyğəmbərdən bizə gəlmiş, nəql edilmiş hədisə əsasən Əhl-i Beyt və məsum imamlar Quran-ı Kərimlə eyni tərəzidə ölçülüb. Yəni, əgər tərəzinin bir gözü Əhl-i Beyt olubsa, digər bir gözü Quran-ı Kərim olub. Yəni, bu ikisi həm Quran və həm Əhl-i Beyt hər ikisinin gözündən, yəni Quranı Əhl-i Beyt gözü ilə və Əhl-i Beyti Quran gözü ilə, Quran mənzəli ilə araşdırmaq həmişə elm aləmində öz yerini tutub. İndi sualım bundan ibarətdir ki, İmam Məhdi əleyhissalam barəsində Quranda nə kimi ayələr var? Quranda ümumiyyətlə Məhdəviyyət mövzusuna hansı şəkildə toxunulub, bildirilib? Buyurun. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billah el-aliyyil azim. Ve ufevvizu emri ilallah innallaha besirun bil ibad. Ve sallallahu ala seyyidina Muhammed ve ala alihi tayyibin tahirin el-ma'sumin. قال الله تبارك وتعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بقية الله خير لكم إن كنتم مؤمنين صدق الله العلي العظيم. Bəli, Məhdəviyyət mövzusu haqqında həm bizim rivayətlərimizdə, həm də Quran ayələrində müxtəlif cəhətlərdən işarə və bəhs olunmuşdur. Lakin mən bu Məhdəviyyət ayələrinə başlamamışdan öncə istərdim giriş olaraq bəzi mətləbləri Əhl-i Beyt və Əhl-i Beyt ilə Quran arasında olan rabitə haqqında bir neçə mətləbi
siz və tamaşaçıların nəzərinə çatdırım. Bildiyimiz kimi Qur'an nöqteyi nəzərindən Əhl-i Beyt əleyhimussalam məsumdurlar. Buna dəlalət edən yeganə ayə Əhzab surəsinin 33-cü ayəsidir. Bu ayə barəsində müxtəlif rivayətlər də vardı bu ayənin şə'n-i nüzulu haqqında. Əvvəlcə bu ayənin tərcüməsini istərdim deyəm. Allah Taala bu ayədə buyurur: həqiqətən Allah Taalanın iradəsi budur ki, siz Əhl-i Beyti bütün çirkinliklərdən, bütün nöqsanlardan uzaq eləsin və bir sözlə sizi istəyib ki, bütün çirkinliklərdən pak və pakizə eləsin. Üzr istəyirəm, bu ayədən başqa bir sıra ayələr də vardır ki, Əhl-i Beyt əleyhissalamın məsum olmasına dəlalət edir, amma bu ayə daha açıq-aşkar. Bəli, Əhl-i Beyt əleyhissalamın ismətinə dəlalət çoxlu ayələr var. Lakin ən bariz nümunəsi Əhzab surəsinin 33-cü ayəsidir ki, bunda heç bir şəxsin şək şübhəsi yoxdur. Bəli, doğrudur. Bu mətləbi ona görə dedim ki, Əhl-i Beyt dedikdə ancaq biz 5 kimsənəni, 5 dənə ali əbaç deyirlər. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm, Həzrəti Əli, ya Həsən, Hüseyin, Fatimə, fəqət bunlar deyirlər. Bəlkə imamların, bəlkə Həzrət Muhammed sallallahu aleyhi və səlləmlə sual etdikdə ki, mən Əhl-i Beytuq, sənin Əhl-i Beytun kimdir? Peyğəmbər belə cavab verib: mənim Əhl-i Beytim məndən sonra Fatimə-i Zəhradan əlavə 12 imamdır. Onların əvvəlincisi Əli əleyhissalam, axırıncısı isə Həzrəti Məhdi əleyhissalamdır. Mən bu mətləbi deməkdə əsas məqsədim bundan ibarətdir ki, biz Qur'an ayələrin başa düşməklikdə də Əhl-i Beytsiz gərək Qur'ana müraciət eləməyək. Əgər Əhl-i Beyti qoyaq kənara, özümüz öz ağlımızla, öz naqis ağlımızla Qur'ana varid olsaq, Qur'anı düzgün təhlil və təfsir edə bilməyəcəyik. Necə ki, hədislərin birində belə gəlib ki, Həzrət Muhammed buyurub ki, Aliyyum mə'əl Qur'an vəl Qur'anu mə'əliyyin. Əli Qur'anla birlikdədir və Qur'an da Əli ilə birlikdədir. Və yaxud da başqa bir hədisdə var ki, Əliyyum mə'əl haqq vəl haqqu mə'əliyyin. Əli həqlə, həqiqətlə, həqiqət də Əlidədir. Yəduru əynəmadar. Harda həqiqət varsa, Əli əleyhissalam da oradadır. Bunu da demək lazımdır ki, burada düzdür ki, Əli əleyhissalamın adı gəlib. Amma Əli əleyhissalam bir nümunədir. Bizim bütün imamlarımız, bəli, bütün imamlarımız, hətta Fatimə-i Zəhra da bu ayəyə, bu hədisə şamil olurlar. Bəs buna əsasən, əgər biz məhdəviyyət haqqında ayələrə də müraciət etsək, onu təfsir etsək, onu təhlil etsək, Əhl-i Beytin kəlamları da burada nəzərdə tutulsun. Başqa bir hədisimiz vardır ki, həm Əhl-i Sünni qardaşlarımız, həm də Əhl-i Beyt tərəfdarçılar öz mənabələrində bu hədisi təvatür olaraq nəql etmişdir. Təvatür xəbərdə o hədisə deyirlər, o xəbərə deyirlər ki, onun Peyğəmbərdən sadir olmağına, Peyğəmbərin dilindən bəyan edilməsində heç bir şəxsin şək şübhəsi yoxdur. Yəni, ravilərin sayı o qədər artıqdır, o qədər çoxdur ki... Bəli, yəni mütəvatir olan hədisi rivayət eləyən şəxslərin o qədər çoxdur ki, heç kim şək eləmir ki, bunu Peyğəmbər deyib yoxsa yox. Yəni, hamı qəbul edir ki, Peyğəmbərdən sadir olmuşdur. O hədis bundan ibarətdir ki, Peyğəmbər müxtəlif yerlərdə buyurmuşdur. O cümlədən Həccətül Vidada, yəni Peyğəmbərin axırıncı həccində. Buyurmuş ki, İnni tarikum fikumus səqəli. Mənim artıq axırıncı həccimdir. Mən də sizin kimi insanam. Dünyamı tərk eləyib gedəcəm. Lakin bilin ki, mən sizin aranızda 2 dənə böyük əmanət qoyub gedirəm. Kitabəllahi və itrəti əhləl beyt. Onlardan biri Qur'an, ikincisi isə mənim itrətim olan Əhl-i Beytimdir. Ma in təməssəqtum bihima lən təzillu bə'də əbada. Əgər bunların hər ikisinə diqqət etmək lazımdır, hər ikisinə. Əgər desə Qur'an bizə kifayətdir, bu söz düzgün deyildir. Peyğəmbər bu kəlamında bu şey, həm Qur'an, həm Əhl-i Beyt. Bu hədisin haqqında müxtəlif sözlər danışmaqlı olar. Mən burada İbn-i Həcər Əsqalaninin kəlamına işarə etmək istəyirəm. İbn-i Həcər Əsqalani bu rivayəti nəql edəndən sonra təhlil edir. Yəni, gözəl nöqtələr və gözəl mətləblər bu hədisdən istifadə edir. Mən o nöqtələrdən, o mətləblərdən 4-ünə işarə etmək istəyirəm burada. Buyurur ki, bu hədisdən istifadə olunur ki, Qur'an necə insanları hidayət etmək üçün gəlmişdirsə, Əhl-i Beyt də hidayət üçün gəlmişdir. Allah Taala onları seçib insanları hidayət etmək üçün.
Çünki Peyğəmbər, Allahın Rəsulu Peyğəmbər bu hədisində Qur'anı Əhl-i Beytlə bərabər hesab edir. Buyurur ki, hər ikisinə söykənsəz zəlalətə düçar olmazsınız. İkinci budur ki, necə bizim bütün müsəlmanların, həmçinin bizim əqidəmiz budur ki, Qur'an məsumdur. Yəni, Qur'an Peyğəmbərə necə nazil olubsa, bugünkü günə qədər o cürə yaşayır. Necə Qur'an məsumdursa, Əhl-i Beyt də məsumdur. Burada da illəti budur ki, Qur'anla Əhl-i Beyt bir sıradadır, eyni cərgədədir. Üçüncü mətləb bundan ibarətdir ki, Qur'an Əhl-i Beytsiz heç bir mənası yoxdur. Necə ki, bizim çoxlu hədislərimiz var. Əgər insan öz naqis ağlı ilə Qur'ana müraciət eləsə, o zəlalətdən başqa heç bir şey ələ gətirməzdir. Dördüncü mətləb, ən mühüm mətləblərdən, mənim də bu hədis deməkdən əsas məqsədim budur. Bundan ibarətdir ki, buyurur ki, Qur'an məarifində, Qur'anı məariflə biz başa düşməklikdə gərək müraciət eləyək Əhl-i Beytə. Əhl-i Beytsiz Qur'anı məarifin başa düşməyə qeyri-mümkündür. Amma o ki, qaldı, sizin sualınızda ki, əvvəldə sual etdiniz ki, məhdəviyyət mövzusu haqqında Qur'anda ayələr var, yoxsa yox? Bəli, Qur'anda çoxlu ayələr vardır. Mən nümunə olaraq onlardan bir neçəsini sizin nəzərinizə çatdırmaq istərdim. O ayələrdən biri ibarətdir Qur'anın Ənbiya surəsinin 105-ci ayəsindən. Allah Müteal bu ayədə belə buyurur. Əuzu billahi minəşşeytanirracim və ləqad kətəbnə fiz-zəbur min bə'di zikri ennəl ərlə yerisuha ibadiyyəs salihun. Ayənin tərcüməsi bundan ibarətdir ki, Allah Teala buyurur, həqiqətən, ya Peyğəmbər, biz Zəburda yazmışıq, Torat kitabından sonra bunu yazmışıq ki, indi də sizə nazil edirik bu ayəni, bu mətləbi yazmışıq, bu mətləbi bütün Peyğəmbərlərə öz kitablarında çatdırmışıq ki, həqiqətən yer üzünün varisləri mənim salih və gözəl insanlarımdır, gözəl bəndələrimdir. Bu ayədə neçə dənə kəlmə var ki, o kəlmələrin mənasına diqqət etmək lazımdır. Onlardan biri zikir kəlməsidir. Zikir burada Torat deməkdir. Yəni Allah Teala buyurur ki, həm Torat kitabında bu mətləbi mən qeyd eləmişəm, həqiqi Torat ki, Musa Peyğəmbərə nazil olub. Həmçinin Zəbur kitabındakı, Zəbur da Həzrəti Davuda Allah tərəfindən nazil olan kitabı idi. Həmçinin Qur'anda da bu mətləbi deyirəm ki, həqiqətən yer üzün. Bu yer üzündə, Qur'anda bu ayəsində yer üzünə Əl-Ərz kəlməsi ilə işarə olunub. Əl-Ərz, ərəb ədəbiyyatında əlif-lam əgər bir ismin başına gələrsə, bu ümumiyyəti bildirir. Nəinki, məsələn, müəyyən yerdə gələcək İmam Məhdi əleyhissalam orada hökumətçilik edəcək. Bəlkə bütün yer üzün. Bə'dəzi ennəl ərzə yərisu. Yəni, bütün yer kürəsinin hamısında mənim şaistə, layiqli və gözəl insanlarım, gözəl bəndələrim hökumətçilik edəcək. Amma gəldikdə ki, burada Məhdi adı yoxdur. Əgər diqqət etsə, Allah Teala Qur'anın bu ayəsində ancaq buyurur ki, mənim gözəl bəndələrim yer üzünün varisi olacaqlar. Yer üzündə hakim bunlar olacaq. Lakin İmam Məhdi əleyhissalamın aşkar şəkildə adı zikr olunmamışdır. Doğrudur. Lakin Əhl-i Beytlərdən nümunə olan biri ki, İmam Baqir əleyhissalamdır, bu ayənin şərhində belə buyurur. Buyurur ki, Allah Teala ki, bu yerdə bu ibadiyyəs salihundan məqsəd İmam Məhdi bu onun dostlarıdır, onun səhabələridir, onun davamçılarıdır. Əvvəldə dediyimiz kimi, əgər biz ayəni istəyirik, təhlil edək, ayəni təfsir edək, Əhl-i Beytsiz təfsirin mənası yoxdur. Başqa sözlə desək, nəuzubillah, məsələn, Əhl-i Beytin, yəni İmam Baqir əleyhissalamın bu kəlamına müraciət etməsək də, biz əgər tarixə baxsaq, Adəm Peyğəmbərin dövründən indiki zamana qədər Allah Teala Qur'anda bunu vəd eləyir ki, mənim gözəl bəndələrim yer üzünün hakim olmalıdır. Amma Allah Teala'nın bu vədəsi tarixin bu gününə qədər hələ də özünü göstərməmişdir. Bəs elə bir zaman gələcək ki, o zamanda Allah Teala'nın bu vədə verdiyi təşkil olacaqdır, təşkil tapacaqdır və bu həqiqətə çevriləcəkdir. Bu Qur'anın, məsələn, Ənbiya surəsinin 105-ci ayəsi ki, bu mətləbə gözəl surətdə işarə olunur. Həmçinin Qur'anın başqa ayələrində də var ki, xütbəmin əvvəlində də oxudum ki, Allah Teala Qur'anın bir ayəsində, Hud surəsinin 86-cı ayəsində bu cürə buyurur. Bəqiyyətullahi xayrulləkum in kuntum mu'minun. Allah Teala'nın höccəti siz üçün çox bərəkətlidir, çox xeyirlidir, əgər siz mömin bəndə olsunuz. Bu ayənin zahiri tərcüməsidir. Bildiyimiz kimi Peyğəmbərdən belə bir kəlam var ki, İnnəl Qur'anə
ləhu zəhrun və bətnun. Qur'anın həm zahiri mənası var, həm batini mənası var. Bu batini mənanı başa düşməkdə gərək Əhl-i Beytə müraciət edək. Necə ki, bu hədisin təfsirində İmam Baqir əleyhissalam buyurur ki, o zaman ki, İmam Məhdi əleyhissalam zuhur edər, zuhur etdiyi vaxtda gedər Kəbədə zuhur eləyər. Öz arxasını Kəbə evinə söykənib bu cürə xitab edər. Ənə bəqiyyətullahi fi ərzi. Mən Allah Taalanın yer üzündə olan höccətiyəm. Və xəlifətuhu, Allah Taalanın xəlifəsi mənəm. Və hüccətuhu əleykum. Mən Allah Taalanın yer üzündə sizə olan höccətiyəm. Və idaməsində bu hədisin davamında imam buyurur ki, bu hadisədən sonra hər kəs İmam Məhdi əleyhissalamla beyət edərsə, onu qəbul edərsə, imama salam verdikdə buyurur ki, Əssəlamu əleykə ya bəqiyyətəllah. Salam olsun sənə ey Allah Taalanın höccəti, yer üzündə olan höccəti. Bu da ikinci bu ayədir ki, İmam Məhdi əleyhissalam barəsində təfsir və təhlil olunur. Bəli, üzr istəyirəm. Demək, İmam Məhdi əleyhissalamla bütövlükdə imamətlə ki, Quran yəni eyni bərabər ölçüldü Peyğəmbərin hədisinə əsasən. Bəlkə də bunu da o mənadan çıxarmaq olar ki, necə ki, Quran bir qanun olaraq bəşəriyyətə hakim olmalıdır və hakim də olacaq. Eyni zamanda bu hakimiyyət bir insan kimi, bir canlı varlıq kimi imamın əlində olacaq. Yəni, Quranla Əhl-i Beyti, Quranla imamı, hansı ki, bugün o Əhl-i Beytin və imamlığın nümayəndəsi, sonuncu nümayəndəsi, canlı nümayəndəsi İmam Məhdidən ibarətdir. Yəni, burada artıq bugün Quranla İmam Məhdinin eyni bərabər ölçülməsindən söhbət gedir. O məşhur alimlərdən biri gözəl bir misal vururdu buna. Demək, insanın həyatda o yaşayışını az yaşlı uşağın yellənsəkdə yellənməsi kimi yəni misal vururdu ki, yellənsəkdə yellənərkən əgər o uşaq sağ tərəfdən və sol tərəfdən, hər iki tərəfdən yellənçənin dəstəklərindən yapışarsa, nə qədər də yəni o yüksək tonla yellənsə, artıq bu aşma ehtimali yoxdur, yəni həmişə möhkəm qalacaq yerində. Əgər xeyr, sağ əlində məsələn boşlasa, ya sol əlin boşlasa, hər hansı bir əlin boşlasa, onda daha necə deyərlər, yüksək yerləndikcə, yəni möhkəm yerləndikcə o aşma ehtimalı daha çoxdur. Həyatda da belədir. Yəni həyatda, insan həyatında müxtəlif o yüksəkliklər, müxtəlif eniş-yoxuşlar, müxtəlif müsibətlər, qəmlər, hansı ki onu bənzətmək olar bu yerləncəkdəki hərəkətə, buna bənzər insan həyatı, bəşər həyatı. Əgər həm Qurandan, həm Əhl-i Beytdən yapışarsa, sağ əlini, sol əlini, hər ikisini bütövlükdə iki əlini Quran və Əhl-i Beytdən yapışarsa, onda dünyanın bu təlatümləri onu heç vaxt yerindən tərpədə bilməz, onu aşdıra bilməz, onu necə deyərlər. Həmişə öz hərəkətində sabit qədəm olar, davam edər. Sizin bu gözəl misalınız mənim bir dənə Peyğəmbərdən olan bir hədisi yadıma saldı ki, Peyğəmbər, bu da mütəvatir hədislərdəndir ki, yəni müxtəlif mənbələrdə zikr olunub ki, hamı qəbul edir ki, həqiqətində bu hədisi Peyğəmbər buyurmuşdur. O hədis bundan ibarətdir ki, Hz. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm öz Əhl-i Beytini Nuh Peyğəmbərin gəmisinə bənzədir. Buyurur ki, Məsəlu Əhl-i Beyti kəməsəli səfinəti Nuh. Mənim Əhl-i Beytim Nuh Peyğəmbərin gəmisinə bənzəyir. Mən rəqibəha nəca. Hər kəs bu gəmiyə minsə, nicat tapacaqdır. Və mən təxəlləfə anha qəriq. Hər kəs ona minməsə, necə ki, tarixdə də oxuyur, həm Quran ayəsi təsdiqləyir ki, hətta Nuh Peyğəmbərin öz övladı ona minmədiyi üçün qərq oldu. Yəni, Allahın heç kimdən sanki qohumluğu yoxdur. Bəli, meyar orada artıq yəni Allah yolunda olmaqlıqdır, Allahın dediklərinə boyun əyməkliyidir. Quran təbiri ilə, Quran terminoloji ilə desək, yəni innə əkrəməkum indəllahi ətqakum. Hər kim təqvalıdırsa, Allah yolunda gedirsə, fərqi olmur. İstək imam oğlu olsun, istək peyğəmbər olsun. Amma şərtlərindən biri budur ki, Əhl-i Beyt yolu ilə getsin. Əhl-i Beytə tabi olsa, bunun əməlləri də qəbul olur. Bizim çoxlu hədislərimiz var ki, vilayətsiz, imamətsiz olunan əməllər dəyərsizdir. Doğru. Firuz müəllim, çox gözəl İmam Məhdi əleyhissalam barəsində söhbətlərimizi davam etdirəcəyik. Qısa fasilədən sonra hörmətli tamaşaçılar, bura qədər bizi izlədiyinizə görə sizə öz təşəkkürümüzü bildiririk. Bizimlə qalın.
اللهم كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. Bir daha xoş gördük sizi, hörmətli tamaşaçılar. Məhdəviyyət başlıqlı İmam Məhdi əleyhissalamın haqqında Quranda gəlmiş ayələr haqqında danışırdıq. Bizim hörmətli qonağımız Firuz müəllim Yaşaroğlu ilə birlikdə. Demək yetişdik İmam Məhdi əleyhissalamın haqqında buyurulmuş Quran ayələrinə. Bir qədər də bu ayələr şübhəsiz çoxdur. Bir qədər də bu ayələrə işarə edək. Bu barədə söhbətimizə davam etdirək. Buyurun. Bəli, İmam Məhdi əleyhissalamın barəsində olan ayələrdən də biri ibarətdir Hədid surəsinin o 7-ci ayəsində. Allah Müteala Qur'anın bu ayəsində buyurur: "Əuzu billahi mineşşeytanirracim. İ'lemu ennallaha yuhyil arza ba'de mevtiha. Qad beyyenna lekumul ayat la'allakum ta'qilun." Allah Teala bu ayədə buyurur ki, ey insanlar, ey müsəlmanlar, bilin ki, həqiqətən Allah Teala yer kürəsi, yer üzü öldükdən sonra bu yeri dirildəcəkdir. Qad beyyenna lekumul ayat. Biz həqiqətən bütün nişanələrimizi, bütün ayətlərimizi siz üçün aşkar etdik. La'allakum ta'qilun. Və siz də gərək bu ayələrdə təfəkkür edəsiniz. Bu ayənin zahiri tərcüməsi idi. Lakin bu ayənin təfsir və təhlilinə getdikdə isə diqqət olunmalı ki, İmam Sadiq əleyhissalam buyurur ki, bu ayədən məqsəd budur ki, Allah Teala yer üzü, yəni zahirən öldükdən sonra dirildəcək, yəni qış vaxtı gələndə istər-istəmə təbiətlə əlaqədar yer üzü bütün məhsulatın vermir. Bəzi yerlərdə qış vaxtında əsasən bu yer üzü ölür demək olur. Yaz vaxtı gələndə dirilir. Bu deyir ki, ayədən məqsəd yalnız budur. Bu ayənin zahiri mənasıdır, bəli, qəbul olunasıdır. Lakin Allah Teala istəyir bu Quran ayəsində başqa bir mətləbə də işarə etsin. O da bundan ibarətdir ki, Peyğəmbərin də hədisində bu mətləbə çoxlu işarələr olunub ki, Peyğəmbər buyurur ki, yer üzü zülmlə, ədalətsizlə dolduğu vaxtda demək olar ki, o qədər zülm baş alıb gedər ki, yer üzü ölmüş sayılar. Yer üzündə bərəkət olmaz, xeyir olmaz. Elə bu zamanda Həzrət Məhdi əleyhissalam gələr, yer üzünü ədalətsizliyi ilə doldurar, gözəlliyi ilə doldurar, təmizliyi ilə, paşlıqla doldurar. İmam Sadiq əleyhissalam da həmin bu ayənin təfsirində buyurur ki, bu ayədən məqsəd budur ki, yer öldükdən sonra ədalətsizliyi ilə, zülmlə öldükdən sonra İmam Məhdi əleyhissalam gələr, bu yeri ədalətlə, paşlıqla doldurar. Burada bu hədisi ki, mən oxudum bu ayənin təfsirində, Qeybət-i Numani adlı bir kitabdan nəql edirəm. Numani gözəl bir kitab yazıb İmam Həzrət Məhdi əleyhissalamın qeybəti barəsində. Bu hədisdə o kitabın 32-ci səhvəsində nəql olunmuşdur. Həmçinin digər ayələrdən də biri ki, İmam Məhdi əleyhissalamın mövzusuna aiddir, ibarətdir Qəsəs surəsinin 5-ci ayəsindən. Allah Teala bu ayədə buyurur: "Əuzu billahi mineşşeytanirracim və nuridu en nemunne alellezine istuz'ifu fil-ard və nec'alahum a'immeten və nec'alahumul varisun." Buyurur ki, bizim iradəmiz
buna bağlıdır ki, biz iradə etmişik ki, özümüzün müstəzəf və bu dünyada məzlum olan insanlara minnət qoyaq, onları yer üzündə varis qərar verək və onları imam qərar verək. Bəli. Həzrəti Əli əleyhissalam bu ayənin təfsirində buyurur. Əvvəldə dediyimiz hədis yadımızda qalsın ki, gərək Qur'anı Əhl-i Beytlə məna edək. Əliyyum mə'əl Qur'an vəl Qur'anı mə'əliyyin. Əli Qur'anlandır. Necə ki, Əli əleyhissalam buyurur, ənə natiqul Qur'an. Natiqul Qur'an mənəm. Əli əleyhissalam bu ayənin təfsirində buyurur ki, bu məzlum insanlardan məqsəd ki, Allah Taala istəyir bunları yer üzünün varisi qərar versin və onları imam etsin, o Peyğəmbərin Əhl-i Beytindən ibarətdir. Və onun bariz nümunəsi axirət zamanda olan Həzrət Məhdi əleyhissalamdır. Bu hədisdə Qeybət-i Tusi, Şeyx Tusi böyük bizim alimlərdən biridir. İmam Məhdi əleyhissalam barəsində hədis kitab yazıb. O hədisdə buyurur ki, bu ayənin təfsiri ibarətdir Əhl-i Beytdən. Ümumiyyətlə, bundan əvvəlki Hədis surəsinin 17-ci ayəsində qeyd etdiyiniz məqamda da hətta yer üzü bahar gələrsə, təravətlənərsə, çiçəklənərsə, canlanarsa, yəni insanın öz şəxsi həyatı da belədir. Əgər o yer üzündə bərəkət, xeyir olmasa, hansı ki bu bütövlükdə mütləq bərəkət və xeyir İmam Məhdi əleyhissalamın gəlişi ilə həyata keçə bilər. Yəni o gəlməsə mütləq bərəkət, mütləq xeyir, mütləq xoşbəxtlik və bütövlükdə qəm-qüssələrin aradan getməsinin baş verməsi mümkün deyil, müyəssər deyil. Demək istədiyim bunlar ibarətdir ki, hətta insan zahiri baxımdan maddi durumu yaxşı olsa da, zahiri baxımdan o yer kürəsində canlanma baş versə də, belə bir həqiqi xoşbəxtlik, həqiqi canlanma, hansı ki imamın gəlməsi ilə bu baş verəcək. Olmasa, sanki ölü kimidir. Bəli. Sanki həmin yer ölü kimidir. Misal olaraq, məsələn, bir ailəni vurmaq olar ki, o ailənin maddi durumu yaxşıdır, lakin o ailədə həqiqi xoşbəxtlik yoxdur, o qəm-qüssə içərisindədir. Məsələn, xoşbəxt bir ailə tərzi deyil. O ailə sanki ölü kimidir. Baxmayaraq ki, o ailədə maddi cəhətdən canlanma var. Siz bu gözəl söhbətinizdən İmam Həsən Əskəri əleyhissalamın gözəl bir hədisini xatırlatdınız ki, İmam Həsən Əskəri əleyhissalam, yəni Həzrət Məhdi əleyhissalamın atası 11-ci imamımız belə buyurur. Yer üzündə olan bərəkət, din, xeyir hamısı Allah Taala'nın xəlifəsi, Allahın vəlisinə görədir. Əgər yer üzündə Allahın vəlisi olmasa, yer üzü bərəkətin, xeyrin çəkər. Necə ki, bəzi hədislərdə var ki, əgər Allah xəlifəsi olmasa, yer öz üzərində olan insanlar ki, bu qədər zülm, bu qədər günah əhlidirlər, bunların hamısını aradan aparır. Hətta həmin məsələni Allah-u Teala insanı yaratmaq istədikdə, yəni mələklərə dedikdə ki, mən insan yaratmaq istəyirəm. İnsan deyil, əslində xəlifə deyə Allah təbir etdi ki, inni cailun fil ardı xəlifə, mən yer üzərində xəlifə yaratmaq istəyirəm. Siz dediyiniz məsələni mələklər ona etiraz olaraq bildirdilər ki, sən elə bir şəxsi yaratmaq istəyirsənmi ki, o yer üzündə qan tökəcək, fəsad edəcək. Allah Teala orada buyurur ki, mən elə şeylər bilirəm ki, siz bilmirsiniz. Yəni. Belə bizim yəni, hədislərdə və əqidəmiz də budur ki, ilk insan Allah Teala xəlq etdikdə Allahın xəlifəsi idi. Bəli, həmin məsələ. Bəli, yer üzündə iki şəxsiyyət olar, onun biri Allahın vəlisi olmalıdır. O baxımdandır ki, Həzrəti Adəm əleyhissalam, yəni bəşərin atası Əbul-Bəşər, Allahın xəlifəsi idi. İlk insan Allahın xəlifəsi idi, Allahın peyğəmbəri idi. Yəni xəlifə olmalı idi ki, bəli. Və qəbul eləməsin. Axırıncı insan ki, məsələn, dünyasını da dəyişəcək, o da Allah Taala'nın vəlisi və Allah Taala'nın xəlifəsidir. Yəni, belə düşünülür ki, ümumiyyətlə, Quran ayəsindən, xəlifə sözü üzərində, ümumiyyətlə, Quranın buyurduğu ifadələr, terminlər, sözlər üzərində, müfrədlər üzərində düşünüldükdə də yeni-yeni məsələlər üzə çıxır, yeni-yeni kəşflər üzə çıxır. Xəlifə deyərək Allah insana xitab edir. Təbii ki, bütün insanlar Allahın xəlifəsi olmaq məqamına yiyələnə bilmirlər. Yəni, söhbət o iki ayaq üstə gedən, zahirdə o insan deyilən varlıqdan söhbət getmir. Söhbət o insanlıq məqamına çatmış, o kamil insan məqamına çatmış bir insandan söhbət gedir ki, həqiqətən də bugünkü dövrdə İmam Məhdi əleyhissalamdır. Yəni, Allah öz xəlifəsin. Sanki əgər bənzətsək, indi bu misal əgər dəqiq olmasa da,
Əgər bənzətsək hansısa bir idarədən, hansısa bir orqandan bir müdir gedəndə onun bütün vəzifələrini icra edən şəxs onun xəlifəsidir. Bəli. Xəlifə yəni onun canişini, onun yerində qalan şəxs, əvəz edicisi, yəni onun birinci mavini, belə deyək. Allah da insanı xəlifə deyə, yəni canişinim, sanki mənim icazəmlə biiznillah, Quran ayələrdə buna vurğulayır bunu ki, biiznillah, Allahın izni ilə bütün işləri həyata keçirə bilərlər. Necə ki, Həzrəti İsa ölüləri dirildirdi, digər peyğəmbərlərdə şəfa vermək. Əlbəttə, bu işlərin hamısı Allahın izni ilə, Allahın qüdrəti iləndir. Allahın izni iləndir. İmam Məhdi əleyhissalam da kamil insan olduğuna görə, bu məqama yələndiyinə görə, bütün bu feyzlər, bütün bu bərəkətlər onun vasitəsilə insanlara ötürülür, insanlara çatdırılır. Yəni biz bütün varlığımızla aldığımız hətta o nəfəsdə belə İmam Zaman əleyhissalama borcluyuq. Bəli. O həzrətin hesabınadır, o böyük şəxsiyyətin. Çox sağ olun Firuz müəllim. Hörmət tamaşaçılar, İmam Zaman əleyhissalamla bağlı olan verilişimiz elə buradaca sona yetir. Sizi uca Allaha tapşırıram. Sağ olun, salamat qalın.